Baxın aziz dostlar, çörəyin içindən tük çıxır. Gigiyena qaydasına riayət olunmur. Çörəyin markası Bakı çörəyi. Üstündə heç bir əlaqə nömrəsi də yoxdur ki, axtarıb yiyəsinin sahibini tapasın. Çox maraqlıdır. Görəsən, bu istehsalçı şirkət, nə bilim, fəhlə deyə, müdür deyə, rəhbər deyə, bu çörəyi alıb aparıb ailəsinin uşağına yedirdilər. Çox maraqlıdır. Heç bir əlaqə nömrəsi də yoxdur ki, üstündə zəng vurub deyəsən. Evdə çəkmişəm, yəni çəkirəm. Məşhur Bakı çörəyi. Üstündə nömrə də yoxdur ki, zəng vuraq. Biabırçılıq, bilmirsən içində İraq bərəkədən, zibildir, saqqızdır, nə bilim, münsirdir, bilmirəm də nədir. Bakı çörəyi, torpağa sürtürlər, yerə düşüb, palçığın üstünə gətirib qoyurlar mağazını. Kim heyvanlıq edib bilmirəm. Üstündə bir əlaqə nömrəsi də yoxdur ki, adam zəng vursun, əlaqə saxlasın. Bax. Bu üçüncü hadisədir ki, bu eynilə bu analoji hadisə ilə mən üzləşirəm. Bu da sizin bu mağazaya, şəbəkələrə verən çörəklər, keyfiyyəti.